İlqar bəy, çox sağ olun. Əvəz bəyə də təşəkkür edirəm o mövzuya bir daha aydınlıq gətirdiyi üçün. Onun indi söylədiyi mövqe ilə mən razıyam. Doğrudan da hakimiyyətin dialoq adı ilə başlatdığı proses siyasi partilərin önəmli bir hissəsinin müstəqilliyini önəmli dərəcədə məhdudlaşdırıbdır. Və artıq həmin partiyalar nəinki Müsavat Partiyası ilə, bir-birləri ilə də təmaslardan çəkinirlər. Bugünün bu acı bir gerçəkliyidir. Və o ilk vaxtda ki, Əvəz bəyin o sözləri düzgün anlaşılmamışdı. Və bizə də deyirlər ki, niyə siz Əli Kərimlinin həbsi, siyasi məhbuslarla bağlı mövzularda başqa partiyalarla bir yerdə bunları müzakirə etmirsiniz. Biz insanlara izah eləməyə çalışırdıq ki, axı bu siyasi məhbusları, xüsusən də Əli Kərimlini, Tofiq Yaqubluğunu və digər tanınmış ictimai siyasi xadimləri Müsavat Partiyasından başqa hansı partiya müdafiə elədi ki, biz də onlarla oturub bir söhbət edəyik. Yəni, AXCP-nin sədri həbsdədir, ancaq müavinlərdən bəziləri ilə hansılar ki, üzdədirlər, Bakıdadılar. Bir neçə mövzuları biz müzakirə eləmişik, yeri gəlmişkən çay da içib müzakirə eləmişik. Amma başqa partiyalardan ayrı-ayrı bir neçə ictimai siyasi xadimin bəyanatlarını nəzərə almasaq, heç bir partiya, Müsavat Partiyasından başqa heç bir partiya Əli Kərimlinin həbsi ilə bağlı prinsipial mövqe bildirməyib, etiraz etməyib, onun azadlığa buraxılmasını tələb eləməyibdir. Belə bir vəziyyətdir və belə bir situasiyadır ölkədə. O, Vaşinqtondakı dünən Azərbaycan müxalifətinin bəzi nümayəndələrinin tədbirinə gəldikdə isə, yəni bu danışdığımız acınacaqlı vəziyyətin təzahürüdür. Ölkədə insan hüquqları məhdudlaşdırılır, siyasi azadlıqlar ciddi şəkildə məhdudlaşdırılır, mitinqlərə, piketlərə, ictimai etirazlara heç bir şəkildə imkan verilmir və siyasi məhbusların sayı isə həddindən artıq çoxalıbdır. İnsan hüquqları müdafiə qurumlarının dediyinə görə hardasa 350 plus minus civarında siyasi məhbus var. Və bu siyasi məhbusların müdafiə işi kifayət qədər mürəkkəbdir, çətindir. Belə bir vəziyyətdə xaricdə yaşayan mühacirlər imkan daxilində ictimai diqqəti, beynəlxalq diqqəti həmin siyasi məhbus məsələsinə cəlb eləməyə çalışırlar və başa düşdüyüm qədər dünən Vaşinqtonda da bir qrup müxalifətçi həm beynəlxalq ictimaiyyətin diqqətini siyasi məhbus mövzusuna cəlb etməyə çalışır. Həm İlham Əliyevin Vaşinqtonda səfərdə olmasından istifadə edib mövzuları aktuallaşdırmaya çalışıb və prinsip etibarindən hakimiyyət növbəti yanlış addımını atıbdır ki, o mühacirlərə qarşı hücuma keçiblər, onları vurublar, döyüblər. Yəni, prinsip etibarindən ilk dəfə deyil ki, xaricdə yaşayan soydaşlarımız müəyyən etiraz aksiyaları keçirirlər. Hakimiyyət o məsələyə müdaxilə eləməyəndə, onları zoraki üsulla yad tutmağa cəhd eləməyəndə, bu insanlar şüarların bildirirlər, plakatlarını qaldırırlar. İndi beynəlxalq ictimaiyyətin də diqqət ayırmaq potensialı hansı həddədirsə, o həddə diqqət ayrılır və məsələ o şəkildə həll olunur. Amma Azərbaycan dövlət başçısının mühafizəçiləri o dinc etirazçılara hücuma keçəndə bu diqqət 1-ə 5, 1-ə 10 artır. Bunu hakimiyyət görünür hesablaya bilmir, düzgün hesablaya bilmir və çox xoşa gəlməz mənzərə idi. Əlbəttə ki, hakimiyyətin belə davranışı yol verilməzdir, olmamalıdır bu. Prinsip etibarilə isə mən arzu edərdim ki, bütün siyasi məhbuslar azadlığa buraxılsın, Azərbaycanda insan hüquqlarının total şəkildə pozulmasına son qoyulsun və bizim insanlarımızın da siyasi səbəblərdən mühacirət eləmək ehtiyacları azalsın. Yəni, imkan daxilində siyasi mühacirət azalsın. Yəni, insanlar şəxsi səbəblərdən, iş üçün, inkişaf üçün gedirlərsə, o başqa məsələ. Ancaq siyasi səbəblərdən getməkləri ölkədəki vəziyyətin acınacaqlı olmasından xəbər verir. Mən də bunu belə olmasını istəmirəm. Və arzu edirəm ki, əvvəla
siyasi mühacirətə ehtiyac qalmasın. İkincisi, mühacirət olursa da xaricdə onların belə aksiyalarla diqqəti cəlb edilmək ehtiyacları qalmasın. Azərbaycanda imkan olsun ki, Azərbaycan cəmiyyəti özü daxildə etiraz aksiyaları keçirə bilsin, qanun çərçivəsində mitinqlər, piketlər, müraciətlər, yürüşlər keçirə bilsin ki, bu məsələlər xaricdə deyil, Azərbaycanda baş versin. Hər halda arzumuz insan haqlarına tam əməl olunması, bütün siyasi məhbusların azadlığa buraxılması və bu tipli etirazlara ehtiyac qalmaması yönündədir. Təşəkkür edirəm. Əvəz bəy, buyurun. Sizin